Sana bir önerim olacak hayatımda. Mikropları at. Salam, hər vaxtınız xeyir olsun. Hər zaman TikTok'dan, sosial şəbəkələrdə məni görməyə alışmışsınız. Verilişin məqsədi odur ki, insanların ən ağır işləri görməyə nə vadar etdiyini bilmək istəyirəm. Merhaba, məni tanıyırlar. Sevilirəm mən. Nə satırsınız? Orada nə qədər salfetkalar var? 56 manatını verirsən. 56 manatımdan ödəyirəm, alıram hamısını. Amma mən oradan deyək ki, satdım ora 100 manat. O 100 manatı da sizə verəcəm. Niyə ki bu? Həyatda yaxşılıq qazanır. Əlbət ki bu. Bunu mən sizə verirəm 56 manat, düzdür? Hə. Mən bunları götürürüm. Düzdür bu. Anama deyin. Balası gələn. Sata biləcəm görəsən bunları. Harda gedək? Oynamaq da istəyirəm. Salfetka var, salfetka. Gərək kimlərsə ağladaq ki, gəlsin salfetkası. Nəysə, uşaqlar. Necə eləyək ki, insanlar gəlsin məndən alsın. Salfetka istəyirsiniz? 10 qəpik. 1 manat. Salfetka istəyirsiniz? Nəm salfetka? Alan yoxdur axı, kameranı görürlər. Salfetka istəmirsiniz? Allah'ım şükür. Salfetka. Alan, çox sağ ol. Bunu istəyən quruna hə daha yaxşı. Ekonomiya. Halal çörəmi düşüründü. 1 manat kazandım. Salfetka. Bir dənə salfetka 1 manat. Salfetka 1 manat. Əllərimi yumursuz. Xanım salfetka 1 manat. Əlləriniz tərtəmiz. 2 dənə. 2-ci manatım. 7-8 manat. Salfetka satıram. Salfetka 1 manat. Biri, üstündə də biri 1 manat. Niyə gedirsə, əlvi yumursan sən? İkisi birində 1 manat. Çox sağ ol, başım səni. Çox sağ ol, təşəkkür edirəm. Minnətdaram. Mən xırda eləyərəm. Nə qədər lazımdır xırda? 5, ikisi 1 manat. 6, 7, 8, 9. Çoxdur. 9-5 manat gözüküyor. Nə? Aa, mən, hə. 1, 2, 3, 4. Baka! Ay oğlan, orada 1 manat eksik verdim, 1 manat eksik verdim. Vicdanım götürmədi, atmaq istədim, fırlatmaq istədim, edə bilmədim. Fırlada bilmədim, neysə. 50, 70, hə. 50, 40, alam, 1 manat 10 gəl. Fırlatmaq istədim 1 manat, sonra dedim günaha batarım. Əsas nə qədər pulum var? 11 manat pulum var. Ailə həyatı qurasınız. Biznesmen olacaqsınız. Amerikaya uçacaqsınız. Orada yaşlı nənə var, o nənəyə ilk qazancımızdan verək. Nə qədər qazanmışam? 10 manat qazanmışam, 2 manatı verim. Sağ ol, salfetka satıram. İkisi 1 manat. Nə arzunuz var həyata keçəcək? Kartı 1 manat atırsınız, o var, hə, o var. Bax, gözəl, hə, kartı atın mənə. Beyin kartı. 41.05. Göndərdi, gəldi, 1 manatda qazandıq belə. Baxam, 10, 12 manat. Salam anam, necəsiz? Hazır, özün satış eləyirsən. Nə olar ki, qalsın da qurban alaram Yo, sizə. sən rəvan. Yo, valla nə olsun, narahat olma. Satacam çoxlu gedəcək, çıxıb bölüşərik. Az yox. Yo, Allah haqqı bölüşərik, nə olur? Yo, valla halal edirəm, Allah haqqı. Ay, yo, mən Allah, halal mən bəyək birini 1 manatdan satdım, ona görə halalı olsun deyə sizlə bölüşürəm. Baha satdım, başa düşdünüz, günahımı təmizləyirəm. Ama hiçbir vicdansız alverçi bunu eləməzdi, sən elədin. Barışacaqsan, and ola Allaha barışacaqsan 1 manat. Sidvirayla şeylədim. Hə, 2 manat verdin. Hə, 1 manat. Sidvirayla. Çox sağ ol. Görsən İbrahimə dandı, gördünüz, Mən gördünüz. zəng eləməsə sizə Instagramda yazarım. Yazın mənə, yazın. Alın da 1 manatdır da, 1 manat nə olar, görməyəcəyik ki. Həyatımızı tərtəmiz edən salfetkalar əllərimiz kimi. Alan yoxdur. Salfetka biri 1 manat.
Nə olar ki? Ev kirası ödəməliyəm mən. Mənə bax, elə bir müştərilər azalır. İşimdə kontraktlara imza atacağım. Sizin çantanız var, siz oligarx olacaqsınız. Ay, çox sağ olun, nə qədər verdiniz mənə? Çox sağ ol, təşəkkür edirəm. Ay Allah. 3 manat. Ay ya, özünüz sizdən aldım. Ne olacak? Bax, gör nə qədər qazanmışam, bax. Qazanım. Ne kadar bu maçın doşa demiyorlar. Ay oğul. Bu hırda kurşal verden her şey. Can pişeyim, sən də alırsan, maman qurban olmursan, sən də mən taxtımı alırsan. İkisi birində 1 manat Safetlər. Sağlam 1 manat. Nə olar ki, alında ev kirası ödəyirəm. İkisi birində 1 manat. Vallahi ürəyimə dağıldı, toyun olacaq. Doğrudan, görsən, hiss elədim. Boşanırsan. Boşanmaq da toy eləməkdir də. Nə qədərdir? Hə, ver. 10 manata 9 manat verməliyəm, hə? Hə, Safetka verməliyim, hə? Özüm itirdim. Safetka alırsınız, xanım. Hə, canım, ala 1 manat. Evlisən, subay. Məktəb oxursun, can. İnşallah universiteti qəbul olasın. Çox sağ ol, təşəkkür edirəm. Safetkalar 1 manat. Pulumu almırsınız məndən. Nə olar, kasıb adamım. Yaxşı, mən satışıma mane olmuyor, xahiş edirəm. Bəs 1 manat verdiniz, çənə döydünüz məndən. Bəsizdir, gelin, yavaş bir. Maman qurban olsun sənə. Həyatında bir arzun var sənin. Sənin bir arzun var, o həyata keçəcək. Ver də pul, 1 manat. 1 manat, ver də pulumu ver də. Sənsiz dua elədim, qəbra. Ay Ruslan, bu acıyı ver. Acından ölürəm, dönər alın mənə, xahiş edirəm. İkisi birində 1 manat. Da, acı manat. Acı manat. İkisi birində. Sağ ol, sən necəsən? Yaxşı ol. 1 manat. Yox bununla. Səni 2 manat. Bana kim var? Nə olar ki? Belə oluyor. Ev kirasını ödəyirəm də. Bir ətrafa bax, hamı işlə məşğuldur, pul qazanır. Pul. İndi balaca bəbə də başa düşür ki, maaşla dolanmaq olmaz. Xanım, ikisi 1 manat. Vallahi sizin bu yaxında toyunuz olmalıdır. Düz dedim. Allaha and olsun, Amerika uçuruq. Green card tuttum. İkisi birində 1 manat, Safetdən qalmadı. İkisi birində 1 manat Safet, xoşbəxtlik Safeti. Hello, my friend, 1 manat, 1 manat. I need to pay my earphone. Neçə kişisən gəlmişsən? 1 manat, 1 manat, 1 manat. Dönmürək görün. İkisi birində 1 manat, xoşbəxtlik sindromu, əllərimiz təmiz, həyatımız kimi, arzularımız çin olacaq. Çox sağ olun. Keş üstünde yoktu olsun. Sizdə yox, eybi yox, sağlıq olsun. 2 dənə Safetka 1 manat. Çicik idi tanesi. Çox sağ ol, təşəkkür edirəm, çox sağ olun. Hə, xəstələnmərəm. Biz nə qədər qazandım. Məkanımızı dəyişdik əziz izləyicilər. Orada alverimiz azaldı, keçdik bura. İkisi birində 1 manat Safetka. Allah. 2 dənə Safet 1 manat. Aldı. Çox sağ ol, təşəkkür edirəm. Sizin görüm ərə getsin, amin. Universitetə qəbul olsun. 1 manatdan arzu dilək olur. 1 manat, 2 dənə Safet. Ümid niyə verirsiniz, pul vermirsiniz sən? Ümid verirlər, pul vermirlər mənə. Mənə bax, yoruldum, ayaqlarımın üstündə oturmuşam. Necə çətindir, halal çörək qazanmaq. Bəxtiniz açılacaq, həyatınızdan tərtəmiz əlləriniz olacaq. 1 manat. Təşəkkür edirəm, çox sağ olun, minnətdaram, sağ olun. Xanım, siz universitetə qəbul olacaqsınız. Özü Avropaya köçəcəksiniz. İnanmırsan, mən baxarsan 1 manata. Oğlana çay dedim, görən gətirəcək. Gərək termos alım gətirim. Həyatda möcüzələrə inanın. İkisi 1 manat. Bəli.
Modelikdən haralara, onlar da həyatdır. Sən nə bilirsən hara gedəcəksən? Hadi eyvallah, bu da kapak olsun. Get. Mənə bax, stakanın içədir. Ay aləmə, pulsuz verdiniz bunu, baş istə. Qoruyacağım bunu. Çox sağ ol, təşəkkür edirəm. Mənə pulsuz çay verdilər. Nə gözəl çayını. İkisi 1 manat. Təşəkkür edirəm. 2 manat, çox təşəkkür edirəm, sağ olun. Ay əlibəstə, təşəkkür edirəm, çox sağ olun. Hal-hazırda 60 azəm pul yığmışam. Salam. İkisi 1 manat. Can, çox sağ olun, təşəkkür edirəm. Allah bəxti bir gözə, universiteti qəbul olasan, amin. Azərbaycana gəldim deyəcəklə 1 manat pul vermə. 1 manat. Oh my godness. Oh my godness. Thank you. Thank you. Thank you. Dilenci de oldum. Dilenci de oldum Allah'ım. Ay Ruslan. 55 qəpik məni dilenci eləyən həyat. Sənə nələr eləyəcək? Çox sağ ol kanalist, təşəkkür edirəm. Bu həyatı da gördüm. Xanım. Ay xanım. Gözəl. Hürrem Sultan. Hayal kurmayı bırakın artık. 1 manat xanım, 1 manat, 1 manat. Gizli ver, eybi yox. 1 manat çörəyimi qazanım, imkanı. Gəlim götürüm xanım oradan. Gəlirəm ora. Gözü görüm. Çəkməyin, çəkməyin mən. Gedim ondan 1 manatı götürüm, o kameraya düşməsin. Hanı pulum düşdü, ay Allah. Xanım, hara gedirsiniz? Gəldim. Eybi yox, gəldim 1 manat elə belə verə bilər. Bəs mən oradan qaça-qaça gəldim. Pullarım, ay Allah. Axşama evə çörək pul aparmalıyam. İkisi 1 manat. Acım manat. Salam. Ben seni yerim ben. Necəsiz? Tamam öyle Yaxşı. sen de satın. Safet. İkisi 1 manat. Yo, ciddiyim. Evi kiramın... Az danış, az danış. Yalan danışma. Aldan oğlu, Allah'a and olsun. Niye almıram az, niye Sivri almıram? mi? Senden zehir de alaram. Ay. Alaram. İkisi 1 manat. 1 manat. Çık da. Güzel alver gelir. Bəli, çox sağ ol, təşəkkür eləyirəm. Senden alver eləmeye. Uduzur da Bu hayatını. 1, 2, Canı, 3, cazdayçı da var. 4, bəli. Sen 5, 10 manat, adam düzdür. güzel kızdan necə satmışlar? Almırlardan halallıq olsun, düzdür. Maçı ver bir dənə. Maçı verim. Oh, oh, oh. Canımsın, çox sağ ol, təşəkkür ederim, sağ olun. Al da cavan oğlan, baxırsan mənə. 19 yaşım var, universitetə girmişsən. Neçədir? Ha? Girəcəksən, bunu al. Amin. 1 manat. Teşekkür ederim. Sağ ol. Ne güzel oğlan idi. Ay Allah, bəlkə belə ərə də gedərəm, hə mən? Öyle görün toy atamım, doğrudurmu toy olacak? Təsəvvür edirlər ki, cavan qız, subay, təsəvvür hansı burada ağatlı şəhzadə keçir, görür ki, gözəl göyçək qız, 32 yaş demə mənə, 10 plus 20 yaşım var. İkisi 1, Can, çox sağ ol canım, təşəkkür edirəm. Yo, al, bir dənə, sağ ol, təşəkkür edirəm. Almırsınız, mən. Siz də alırsınız, ay o kim var? Ay, təşəkkür edirəm, bu sizin.
Bu da sizin. Ne olar ki? Ev kiramı çıxarıram. Almırlar. Allah yolunda. Qurban olun. Taksi pulum yox. Ben de yoktu. Hani baxım kaç topu var. Kaç takım yok değil. Yaş tamam sağ ol. Neçə yaşın var? 16. İnşallah sənə ərə gələrəm. Hal-hazırda çox soyulmuşam, üşümüşəm. Hiss edirsinizsə səsim tutulub. Mən təsəvvür etmək istəyirəm ki, insanlar səhərdən axşama qədər küçədə, bacada, bazarda, nə bilim, toyuğunu satan, ev həyətində meyvəsini satan insanlar necə əziyyət çəkdiyini mən bugün anladım. Ona görə hər kəsin peşəsinə hörmət etməsini, hər kəsə sayğı duymasını, hər kəsi anlamasını, çalışın bir-birimizi anlayalım, bir-birimizin içində nə baş verdiyi fırtınalardan heç kəs xəbərdar deyil. Mən bugün bu safetləri satmaqla özümə bir həyat dərsi keçdim ki, sən hər gün podiumda gəzə bilməzsən Səmra. Həyat məni sevindirə də bilər, həyat məni sınağa da çəkə bilər. Bəli, biz bugün çatdıqlarımızdan gücüm bu qədər çatdı. Çünki sağlıq tərəfindən sağlamlığım icazə vermir, amma təsəvvür edirəm yaşlı qadın necə satır. Günüm bu qədər satdım. Hardasa bir 56-57 manat da qazanc əldə elədim satdıqlarımdan. Və istəyirəm indi həmən o qadını tapaq, qazandığımızı o qadına verək, o qadını sevindirək. Qardaşınız var subay? Yox. Və onda niyə çəkdirsən məni? Mən evi mənə alasın. Sağ olun. Demək, bebi gəl. Gəl. Üzün düşməsin. Üzü istəmirsən. Deməli, mən bu qədər pul yığdım. Hardasa 46-47. Bu sizindir. Hə, bu sizin olsun. Halal xoşunuz olsun. Gücüm bu qədər çatdı. Yox, ona sözdür canım. Yox. Halalıq olsun da. Dönərim qaldı. Acından ölürəm. Allaha and olsun. 20 azen. Həmən pulu da sizin karta atıram. Göndərdim. Halal xoşunuz olsun. Allah Allah ona çatdırsın. sizə də ana. Əsas sevindirdim sizi. Maddiyat yox, belə sevgi ilə sevindim. İnşallah, nə olar? Atamın qəbri nə olardı? Bir yanmasa bir yanardı. Baxın, məni alın arvad ölüm, görürsünüz. Allah haqqı, oğul adama yanmır. Oğullar boş Yanar, şeydir. ediyor. Danışım oyna. Polis əmiyə şikayət edəcəm oğlumu. Mənim oğlumu polis əmiyə şikayət edəcəm. Şikayət eləyək onu. İndi qeyrətli oğul yoxdur. Yox, hamısından. Biabır oldu, aparacaqlar biabır oldu. Nəysə uşaq, mən ağlaya bilmirəm, amma bilirsiniz, hisslərim ölür. Çox sevindim, maddi tərəfdən də yanaşmasaq, mənəvi tərəfdən əgər bir insanı sevindirə biliriksə, bu böyük bir sevgidir. Sevgi ilə qalın, sevgi ilə olun, insan olaraq qalın. Hər zaman insan, yəni güneşdə. Mən çok güzel, könül güzel oğlan. Tanış olmuşam, peki ərik edəcəm. Olar be! Sağ ol. Gözlərin tərtəmizdir, həyatın da təmiz olsun. Sağ ol. Niyyətin təmiz olsun, sağ ol. Nişanlısısınız? Yox, mənimdir, mən ərik edəcəm ona. Sağ olun. My darling, you.